Tibbi Sığorta Agentliyi tərəfindən müzakirələr davam edəcək. Tibbi Sığorta Agentliyi tərəfindən gələn üçün ola bilər ki, xidmətlər zərfində hansısa xidmətlər təminata alınmaya bilər və yaxud da hər hansı bir dəyişikliklər olacaqsa, onunla bağlı müzakirələr olacaq. Amma burada vacib olan odur ki, ölkəmizdə sığortalı və sığortalı olmayan kütlə yarana biləcək və sığortalı olmayan kütlə sığorta haqqını ödədikdən sonra sığortalı hesab oluna biləcək, sığorta olmayan hesab oluna biləcək və buna görə də vətəndaşların bu bölgüsü ilə bağlı da Tibbi Sığorta Agentliyində bu şəxslərə hansı səviyyədə xidmət göstəriləcəyi və xidmətin çərçivəsi sığortalı olmayan kateqoriyalar üçün harada bitəcəyi barədə də müzakirələr aparılır. Və ilin sonuna yaxın artıq nəticələr əldə olunacaq və onları da biz sizə bildirəcək. 100-ə yaxın böyük tibb müəssisəsi var və təbibin də funksiyonallığı yalnız öz şəbəkəsi daxilində olan tibb müəssisələrinə xəstələri yönləndirə bilər. Bilirsiniz ki, göndəriş qaydaları Tibbi Sığorta Agentliyi tərəfindən tənzimlənir və göndəriş qaydalarında qeyd olunur ki, vətəndaşın özəl müəssisəyə göndərişi hansı üsulla əldə olunur və ona hər şey tam aydın şəkildə izah olunur. Orada da göstərilir ki, vətəndaşa SMS gəlir, SMS-də kod göstərilir və bu kodu sistemə, portala daxil eləməklə tibb müəssisəsinin seçimi üzrə özəl müəssisələrin siyahısı gəlir və o siyahıdan vətəndaş hansı klinikalarını seçəcəyini özü təyin edir və onun əsasında da o klinikaya müraciət edir. Görürüz ki, mənə danışdığım prosesin heç birində təbib yoxdur. Və bu sualın bizə yönləndirilməsi təbiblə bağlı bir sualdır. Yəni, bu bizim müəssisələrimiz, 100-ə qədər müəssisəmiz var və bu müəssisələrdən üçündə hal-hazırda ürək-damar cərrahiyyəsi həyata keçirilir, böyük ürək əməliyyatları, açıq ürək əməliyyatları, angioplastik əməliyyatları həyata keçirilir. Yəni, biz öz vətəndaşa öz təkliflərimizi təbib müəssisələri üzərindən veririk. Əgər vətəndaş razı deyilsə və təbib müəssisəsində tibbi xidməti almağa razı deyilsə, artıq o vətəndaşın özünün seçimidir və özəl müəssisə seçimini də Tibbi Sığorta Agentliyinin portalı üzərindən artıq özü istədiyi müəssisəni seçir və burada da qanunsuz heç bir proses yoxdur və özləri də vətəndaşın seçdiyi tibb müəssisəsi də artıq özəl müəssisəyə olur və o doğru müraciət edir, tibbi xidməti orada alır. Yəni, bizim göndəriş vermək kimi belə bir səlahiyyətimiz yoxdur və xahiş edirəm ki, bu göndəriş mövzularında təbibin mövqeyini öyrənmək bu bizim üçün biraz çətindir ki, çünki biz göndəriş verən müəssisə deyilik, qurum deyilik və bizim tibb müəssisələrimizdə göndərişi verən qurumdur. Fiziologiya ilə bağlı biz nə əmək haqqı qaydalarında, nə də ki, əmək haqqının ödənilməsi şərtlərində ümumi cərrahlarla kardiocərrahlar arasında ciddi fərq yoxdur, yəni cərrahdır. Və ona görə də xidmətin ola bilər ki, orada daha çox müraciət olur, çünki kardiocərrahların ölkə üzrə sayı bəlkə kifayət qədər deyil. Təbii müəssisələrində də işləyənlər var və onlar da tibbi xidmətin dəyərini, əmək haqqı qaydalarını necə tənzimlənirsə o cür